Gel bana attım attım, gel bana attım attım. İsmini kalite yazdım, ismini kalite yazdım. Bütün fikri hayali, tamam kafamdan attım. Bütün fikri hayali, tamam hayalım. Ayo, siletin lollipop. Sakit ya. Cip 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 ciba bombes. Laba bomba. Ciba bombes. Laba bomba. Ciba bomba. Ciba bombes. Lakada çıkada çıkada çıkada. Oku da. Lakada çıkada çıkada. Okumsan. Ciba bombes. Laba bomba. Atışmamış oyna karış, küsme barışmamış. Sakın istesen bana. Mahnı da teze çıkıp. Yok. Bu videonu sona kadar izledim. Adam bəzən elə məqamlar yaranır ki, söz deyə bilmirsən də. Deyirsən, bəlkə bunu söyüm. Deyirsən, bunun dədəsini söyüm, anasını söyüm, nəslini söyüm, özünü söyüm. Sonra qanunlarımız buna imkan vermir də. Deyirsən, yox, gəlib aparıb səni cərimə eləyərlər ki, insanın şərəf və ləyaqətini təhqir etmək olmaz. Mən düşünürəm, bu qadında şərəf və ləyaqət var. Belə ətlidir, ətli. Necə ola bilər ki, lap tutaq restoranda çalışırsan, kafedə çalışırsan, harda çalışırsan, təsadüfi bir kişinə 10 manata görə belə yarığı da gördünüz də, paltarında nam boyda, ətlər də nam boyda. Bilmirəm, təhqir eləmək olmaz, söyüş söymək olmaz, heç nə demək olmaz, qanunlarımız icazə vermir. Amma bu qadın icazə versin də ona nəsə deyək. Eyibdir. İnanın ki, eyibdir. Bəlkə də 20-25 yaşında bir qız bunu etsəydi, deyərdik cəhənnəmə. Yaşlı qadın. Bu bizə layiq deyil. Əzizlərim. Yaxşılara baxın, öyrənin.